3 gündən sonra Azərbaycanda qadınlarla kişilərin pensiya yaşı bərabərləşəcək. Hazırki qanunvericiliyə görə iyun ayının 30-u 2026-cı il tarixinə kimi 64 il 6 ay tamam olmuş qadınlar pensiyaya çıxa bilərlər. Əgər həmin qadın işləyibsə, sığorta ödəyibsə, pensiya kapitalı varsa, onlar iyun ayının 30-una kimi olan tarixdən söhbət gedir. Yəni 64 il 6 ay tamam olmuş şəxslərdən söhbət gedir. Kim işləyibsə, pensiya kapitalı varsa, onlar əmək pensiyası alacaqlar. Pensiya kapitalı olmayan, sığorta ödəməyən qadınlar isə yaşa görə müavinət alacaqlar. 1 iyuldan etibarən isə qadınların 65 yaşı tamam olanda pensiyaya çıxa biləcəklər. Eyni ilə deməli, pensiya kapitalı olan qadınlar əmək pensiyası alacaq. Pensiya kapitalı olmayan, başqa sözlə işləməyən, sığorta pulu ödəməyən qadınlar isə yaşa görə müavinət alacaqlar. Burada bir məsələ də var. Deməli, indiyənə kimi elə qadınlar var ki, ailə başçısını itirməyə görə sosial müavinət alıblar. Amma yaşı, 65 yaşı 1 iyulda tamam olacaq və tutaq ki, deyək ki, onun yoldaşı vaxtında pensiya alıb, amma qadın işləməyib, pensiya almır. Pensiya yaşı isə 65 yaşı 2026-cı il 1 iyulda tamam olacaq. Həmin tarixdə avtomatik həmin qadının işləməməsinə baxmayaraq həyat yoldaşının pensiyasını ala biləcəklər. Bu isə proaktiv qaydada təyin olacaq, yəni avtomatik təyinat aparılacaq və ən yüksək məbləğ hesablanacaq. Baxmayaraq ki, dediyim kimi həmin qadın işləməyib, amma onun yoldaşı, həyat yoldaşı işləyib və vəfat edib. Qadının yaşı, pensiya yaşı tamam olanda o həyat yoldaşının pensiyasını ala biləcək və burada ən yüksək məbləğ təyin olunacaq. Yəni müavinət və pensiya. Avtomatik olaraq qadın işləməməsinə baxmayaraq o əmək pensiyası alacaq.